Hər kəs salamlar, mən Çingiz Pəhlivan. Deməli, mənə belə bir sual verir. Deyir ki, Pəhlivan, sən ləzgisən. Bəli, ləzgiyəm. Həzrət Əli nəyə görə həmişə adını çəkirsən? Həzrəti Ömər, Əbu Bəkir, Həzrəti Osman, onları da bu düzgün deyil çəkirsən, hamısını çəkdi, adılan hörmətli o. Birincisi, mənə kim hörmət eləyirsə, Allah ondan canı sağ eləsin, eləməyənlər də Allah canı sağ eləsin. O ki, qaldı Həzrəti Əliyə, qardaşım, Həzrəti Əli yer üzünə gəlmiş, keçmiş ən güclü insan olubdu. Necə deyərlər, indi bəziləri kimi Eddihola, nə bilim, gedib xaricilərə balet eləmirəm ki, qardaşım. Mən deyirəm ki, elə sevinirəm ki, dünyanın ən güclü insanı elə müsəlmanların içindən çıxıbdı. Mənə proza çatmır. Bir insan bir sərbəst bir fikir deyəndə sırac ona vedirə qoşurlar, ağzına gələni yazırlar. O birisilərin niyə adını çəkmirsən? Qardaşım, mənim ürəyim kimin adını istəyir, onun da adını çəkəcəm. Səbəbini də mən sənə dedim. Mən pəhlivanam. Həzrət Əli də İslam aləmində, müsəlmanların içində, ümumi dünyada ən güclü fiziki gücə sahib olan insan olduğuna görə mən də Həzrət Əlinin aşiqiyəm. Bir də mən dindar, yəni namaz qılmıram. Nə şiəyəm, qardaş, nə də sünni. Mənə də bu sualları bağlayın. Peşman olursan bir şey eləməyə, sırası başlayırlar ki, niyə bir. Səbəbini də sizə dedim və xahiş edirəm, bu söhbəti də burada bağlayın, qutarsın, geçsin. Sağ olun.